...2023-cü ildə Arqanın keçirdiyi müsabiqədə apellyasiya mərhələsində qalib olan layihələrdən biridir. Filmin festival həyatında gördüyümüzə görə ki, yəni ola bilər, ehtimal var. Ona görə hesab edir ki, festivallarda iştirakından sonra artıq kinoteatr həyatı ola bilər. Açığı bizi ilhamlandırdı müsabiqə. Yəni müsabiqədə iştirak etdik ssenari ilə. Müharibəni bir kişi üzərindən, yəni belə deyək, bir əsgər, bir döyüşçü və yaxud elə laf mülki şəxs olsun, bir kişi üzərindən anlatmağın özünün belə deyək, tərəfləri var, psixoloji tərəfləri var, amma qadınlar müharibədə daha çox əziyyət çəkən, daha çox haqsızlığa uğrayan tərəfdirlər və onu arxa cəbhədə yaşamaq qadınlar üçün çox psixoloji cəhətdən çox ağırdır. Qəhrəmanlar hər ikisi 1-ci Qarabağ savaşında yəni özləri də müharibənin belə deyək, qurbanına çevrilmişdilər. Vizual olaraq bir yol hekayəsi kimi görsənə bilər, amma o bizim qəhrəmanlar heç bir yol qət etməyiblər. Onlar elə o 30 ilin içərisində, o işğal dövründə, o keçmiş həyatlarında, yəni işğala qədərki həyatlarında qalmış insanlardır. Yəni çətinliyi tərəflər çox idi. Yəni indi kino adamları, əsasən də rejissorlar və kinoda işləyən digər yaradıcı şəxslər bilirlər ki, mövzudan mövzuya çox şey asılıdır. Bizdə çox böyük səhnələr yoxdur, kütləvi səhnələr yoxdur. Yəni tamaşaçını belə deyək, razı sala biləcək, film boyu onu müxtəlif vəziyyətlərə sala biləcək vasitələrimiz az idi. Bizim iki qəhrəmanımız var. Yəni film bütövlükdə iki qəhrəman. Elə bir kadr, elə bir epizodu yoxdur ki, orada bizim o iki qəhrəman görsənməsin. Və başlanğıcdan bizi narahat edən məsələlərdən biri buydu ki, bu çox yorucu ola bilər. Yəni iki qəhrəman, özü də qadın, yaşlı qadınlardır bunlar. Yəni artıq bunlar 60-ın üzərində yaşları var hər ikisinin və biz bunlara nə qədər bir çevik mizanlar da verə bilərik. Müasir tamaşaçı ki, hansı ki bu şeylərə öyrəşib, yəni tamaşaçı bu şeylərə öyrəşib, razı qalsınlar. Yəni onlar yorucu olmasın. Amma alındı, yorucu olmadı. Çünki bu bizim fikrimiz deyil. Bizimdiki filmi ilkin versiyasını ki biz komisiya göstərdik, arkaya komisiya göstərdik. Orada peşəkarlar var. Saat yarımlıq bir işdə onlar dedilər ki, ilkin versiyada yorulmadılar. Çəkilişdən öncə hazırlıq dövründə çətinliklərimiz var idi. Çünki mövzu özü çətin mövzuydu. Qarabağ mövzusu, yəni həssas bir mövzudur. Onunla bağlı belə deyək, asan deyil çalışmaq. Aktyor seçimi çətin oldu. Çox böyük bir belə deyək, kasting mərhələsi keçdik. Məkan seçimi çətin oldu. Çünki bizim film bir məkanda baş vermir. Davamlı şəkildə yol hadisələri baş verir və onlar Bakıdan çıxıb Qarabağa qədər gedirlər. Yəni bu periodda bir xeyli məsafə qət edirlər və biz məkanları elə qurmalıydıq ki, həm çəkiliş baxımından uyğun olsun, həm də ki, rahatlıq baxımından olsun. Amma çox çətin oldu bizə çəkiliş prosesində də. Çünki davamlı yol gedirsən və çəkilişlərin çoxu yolda baş verir. Açığı o baxımdan biraz belə deyim, asan olmadı, əziyyətli film idi. Komanda olaraq, yəni öncədən məqsəd qoymuşduq qarşımıza ki, yol filmi olmasın. Sadəcə yol gedirlər, yəni bir yerə getmək üçün, çatmaq üçün məqsədə yol getməlidirlər deyə yol gedirlər.